Salam dostlar, bu günləri biz Hexabox-da Valentin adlı maşını enumeration edəcəyik. Həmişə olduğu kimi demək istərdim ki, tətbiq olunan texnika və texnologiyalar yalnız tədris üçün nəzərdə tutulub, digər maşınlarda və yaxud digər veb saytlarda istifadəsi qəti qadağandır və etdiyimiz nə varsa hamısı etik olaraq nəzərdə tutulub. İlk öncə biz daxil oluruq IP-mizə, görürük ki, yəni bir dənə şəkildir. HTML koduna da baxanda qeyri-adi bir şey tapmamışdıq. İlk öncə nmap ilə nmap SCSVPN və IP-mizi yazdıq. Bizdə burada verdi 22 nömrəli port 80443. Digər maşınlarda olduğu kimi növbəti mərhələdə GoBuster-la araşdırmağa başladım. Sadəcə PHP və HTML qoydum çünki başqa bir şey ağlıma gəlmədi. Mənə burada bir neçə hazır link artıq tapdığını verdi. Dev, yəni birinci dev gəldi. Mən devi girdim və gördüm ki, 2 dənə fayl var. HypeK-yə girəndə burada bizdə açar verir hex kodu ilə. Hex kodu ilə verdikdə CyberChef-ə girdim və mənə decrypted olunan versiyada bir SSL qoşulmaq üçün key verib. Yəni mən artıq keyimi tapmışam da demək olar ki. İndi qalıb qoşulmağımız. Qoşulmaq üçün login və parol lazımdır. Açarımız var belə baxanda. Növbəti ikinci linkimizə daxil olduq. Notes-da yazılıb Coffee Research, yəni ediləcək işlərdən danışılır. Növbəti decoder encoder gəlir. Decode və encode etməyi nəsə make sure the encoding decoding is only done client side. Don't use decoder until it's done. Find a better way to make notes. Başqa heç nə. Baxdım, yəni qeyri-adi bir şey tapmadığıma görə keçirik bura. Mən artıq burada yazmışam. Deməli hamısını qurtarandan sonra mən belə elədim. SSL sertifikatı nmap ilə, bu skript ilə, yəni nə cür edirəm. Google-da yazdım sadəcə necə 443 nömrəli portu nmap ilə enumeration etmək olar. Həmin bu. Bunu götürdüm və sadəcə IP-ni əlavə elədim. Və mənə belə deyək, çox yetərincə lazımlı məlumatlar verildi. Aha. Yəni burada müxtəlif variantlarda axtarmışdım. Budur. Chipper edəndən sonra burada mənə boşluğu verir ki, bu exploit ola bilər. Bu exploit axtarışı verəndə istər-istəməz məndə bu 3264 adlı skript, yəni exploit DB-dən götürdüyüm boşluq idi və bunu yoxlamağa çalışdım. Bu 32764 py adlı exploit belə deyək, Python 2 ilə işləyir. Python 3 ilə işləmir. Python 2 ilə verdikdə fikir verin, skripti aktiv etdikdə çox maraqlı bir kodlar verir. Bunu 3-4 dəfə tətbiq elədim. Çünki bu bir dəfə ilə olmur. Bu elə bir brute force eləyirsən. Brute force da deyil. Bir 10 dəfə komandanı yerinə yetirirsən, sənə müxtəlif formada kodlar verir. Fikir versəniz, hər dəfə kodlar dəyişir və lazım olan kodlardan məndə olan fikir verin, hər dəfə dəyişir. Yəni bu standart cavab vermir. Yəni siz hər dəfə göndərəndə müxtəlif variantlar verir və variantların birində burada bu base 64 nömrəli kodlaşmadır. Sadəcə olaraq yerləşdiririk. From base 64 edən kimi bir müddətdən sonra bizə lazım olan kodu verir. Heard by
believe the hype. The hype. Hype bu login ola bilər. Yəni bunun hamısını bir-bir yoxlamaq da olar. Biz artıq login və parolu tapandan sonra əlbəttə ki biz nə edirik? SSH hype, yəni biz maksimum bunu yazırıq. Yəni bu skripti. Bu skripti yazanda sizdə müəyyən errorlar verəcək. Bu exploit, bu maşın ümumiyyətlə çalışır, öyrətsin Google-da axtarışı. Yəni biz hər dəfə Google-a müraciət edirik. Hər dəfə müəyyən problemin həllini başqa saytlardan tapırıq. İndi artıq bu boş olmayacaq. Bizə lazım olan SSL daha köhnə olduğuna görə bu formada yazmalısınız. Public key accepted və s. Enter-ə sıxandan sonra bir müddət gözləyəcəyik. Və alındı. Biz artıq maşındayıq. Who am I? ID. Biz indi privilege escalation etmək üçün sudo-l edirik standart olaraq. Sonra historiya baxırıq. Burada bizdə historydə və PS aux etsək grep, burada Tmux deyilən bir servis var. Fikir versəniz rootdan qoşulur. Yəni ki biz privilege escalation'ın müxtəlif variantları vardır. Əgər privilege escalation'ı necə biz tapırıq, onun haqqında video baxmısınızsa, siz nədən danışdığımı artıq bilirsiniz. Mən nə etdim? Sadəcə history'də baxıram hansı komandaları yerinə yetirib, onları sadəcə olaraq götürdüm, kopyaladım. Yəni ilk ağlıma gələn ən rahatı. Root edən kimi artıq mən kiməm? Rootam. Bu əmal root. Bu qədər asan, 7 dəqiqə çəkdi videomuz, amma enumeration 1 saata yaxın çəkə bilər. Yəni bu normaldır. Əgər xoşunuza gəldisə video like edin, kommentlər yazın, qrup yoldaşlarınızla bölüşün. Bilin ki, kiber təhlükəsizlik hal-hazırda 2025-ci ildə ən önəmli ixtisaslardan biridir. Və əgər siz bu sahədə işləmək istəyirsinizsə, əlbəttə ki, siz həftədə ən azı 3 dəfə belə maşınları enumeration etməlisiniz, biliklərinizi təkmilləşdirməlisiniz. Hamınızı uğurlar, növbəti videolarda görüşənədək.